Nəriman milli komanda forması ilə 5-ci oyununu keçirir. Hələ ki, qol hesabını açmayıb millimizdə. Bilirək ki, bugün bu hadisə baş verəcək. Hücumçularımızın məhsuldar oynayacağını ümid edirik. İkinci kez Nazon Piero ilə paslaşdı. Ayçi hücumdadır. Nazon sancına ötürmə verdi. Cəfər Quliyev topu ala bilmədi. Ardından cərbə meydan çapısına daxil oldu. Ayçi futbolçular zərbi bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır. Gol qeydə alınır. Fransi Piero hesabı açdı. Erkən qol buraxırıq. Ayçılması ilk dəfə belə təhlükəli şəkildə oyun epizodunda qapımıza yaxınlaşdı və dərhal hesabı açdı. Şahidin Məmmədəliyev ilk zərbəni dəf etdi. Amma top düz Piero'nun önünə düşdü. O da boş qapının dəqiq nişan aldı. Gəlin izləyək epizodu. Burada Nazon'la Piero paslaşdılar. Daha sonra sağ canaha çevirdi hücumu Nazon. Elvin Cəfər Quliyev topu ala bilmədi. Daha sonra Bədavi Hüseynov da geride qoydu. Ayçili futbolçu offside də yox idi görürük təkrarda və Şahid Məmmədəliyevdən qaydan topu Fransi Piero qapıya göndərdi. Ötən yay Maccabi Haifa komandasının heyətində sabahla maçlarda iştirak etmişdi Piero və Bank Respublika Arenada komandasının vurduğu qollardan birində vurmuşdu. 0-1. Lucius Donzitson. Ondan böyle futbolcu ve son golümüzün en büyük pay sahibi oldu. Bir komandamız hücuma geçir sol cinahda. Elvin Cəfər Quliyev topu saxladı. Yerlə ötürmək.